Amerikada aldandım dostlar və belə falşivi, yəni fake dollar verdilər mənə. İlk baxışda bilinmir, əsl pul kimi görsənir. Amma daha sonra banka getdim ki, bunları kartıma qoysunlar. Orada mənə dedilər ki, bu 150 dollar əslində fake-dir. Bizim maşınımız var idi, Dodge markalı maşın var idi və onu satmaq istəyirdik neçə vaxt artıq. Və qərara gəldim ki, onun şəkillərini çəkək, Facebookda qoyaq, Marketplace, Amerikada çox məşhurdur. Ora qoyduq və müştəri çıxdı. Müştəriyə də dedim ki, mən istəyirəm nəqd pulla ödəniş eləyəsiz və çünki kartdan karta qoyanda bəzən geri çəkmək olur və o gəldi. Mənim burada səhvim oldu ki, mən sadəcə olaraq ona inandım və pulu saydım, götürdüm və banka gedəndə ki, bu dollarları hesabıma qoysunlar və dedilər ki, bunlar falşivi dollardır və bunun qarşısını almaq üçün nə etmək lazımdır? Öncə, əgər alqı-satqın eləmək istəyirsinizsə, ən yaxşı variant banka gedin. Növbəti bir məsələ isə üzərinizdə fake dolları müəyyən eləyən karandaş olsun. Çəkdiyiniz an, əgər qələm narıncı rəngdədirsə, deməli bu dollar həqiqi dollardır. Yox, əgər qara rəngə, tünd qəhvəyi rəngə dönürsə, deməli bu fake dollardır. Diqqətli olun, sizin də başınıza belə bir şeylər gəlməsin.